Maldarlıqla məşğul olan orduda xidmət əvəzində az miqdarda vergi və mülkiyyətləri icra edənlər bu elatlara aiddir. İş heyvanı istehsal alətlərinə olan və feodaldan aldığı torpağı becərən kəndi bu rəiyyətə aiddir. Düzdür. Mərkəzi yerli idarə sistemlərində işləyən məmurlar bu isə bunların heç birinə aid deyil. Düzdür. Bu ali zümrəyə aid idi, bəli. Rənclərlərə aiddir. Düzdür. Tamamilə doğrudur. Bəli, bugünkü dərsimizdə sürəsi sualı var. Sürəsi sualında deyir ki, Səfəvi və Osmanlı müharibələrinin başa çatması ilə Azərbaycanda sakitlik yarandı. Təsərrüfat həyatı yüksəlməyə başladı. Şah II Abbasın hakimiyyəti dövründə rəiyyət və sənətkarların dövlət tərəfindən olan bütün vergi borcları ləğv edildi. Suallar. Birinci sual. Bu dövrdə Səfəvi və Osmanlı müharibələrinin 3-cü mərhələsində 80-ci ildə və hansı müqavilədə başa çatmasını qeyd edilir? Yəni biz mətnə əsasən və tarix biliklərimizə əsasən bunu qeyd etməliyik. Bu mətndə də Şah II Abbasın hakimiyyət dövrü ondan əvvəl şərtini səhv oldu. Həmin dövrdə də qəsr-i-şirin müqaviləsi. Qəsr-i-şirin. Bəli. Bu da 1639-cu ildə idi. Bəli. İkinci sual. Şah II Abbasın hakimiyyətdə olduğu illəri qeyd edir. Şah II Abbasın hakimiyyət illəri 1642-1666-cı illərdir. Düzdür. Sonra, mətndə bəhs edilən rəiyyətlər haqqında ən azı 2 amil qeyd edilir. Burada rəiyyətlər və sənətkar, buradan söhbət edir. Rəiyyətlər haqqında 2 dənə amil, onu deyə bilərik ki, səbəblər arasında rəiyyətlər əhali arasında 2-ci səbəbdə deyə tuturlar. Yəni Səfəvi dövləti əhali 3 təbəqəyə bölünür. Ali zümrə, kəndlilər, ay sağ ol. Burada rəiyyətlər kəndlər aid olsun 2-ci təbəqəni tutur. İndi bu rəiyyət kəndlilər içərisində hansı xüsusiyyətə malik olan kəndli idi? İş götürən, xüsusi alətlərə malik olan və feodallardan aldığı torpağı becərən kəndlərə deyilir rəiyyət. Bəli. Yəni o 2 amil bunları qeyd etmək olar. Tamamilə doğrudur. Əhsən. Eyni diaqramını müqayisə edin. 1-ci Abbas, 2-ci Abbas. Azərbaycan bəylərbəyini yaratmışdır. 1-ci Abbas yaratmışdır. 17-ci əsrdə hakimiyyətdə olmuşdur. 1-ci Abbasda, 2-ci Abbasda 17-ci əsrdə hakimiyyətdə olmuşdur. Səhv qeyd etdin. Hansı nömrə qeyd etməliydin? 3 səhv olmalıdır. Bəli. Osmanlı ilə İstanbul Sülh müqaviləsində bağlamışdır. 2 dəfə bağlamışdır. Şah 1-ci Abbas. Düzdür. Şah 1-ci Səfirdən sonra hakimiyyətə gəlmişdir. Şah 1-ci Səfir 1629-1643-cü illərdə hakimiyyətdə olmuşdur. Amma Şah 1-ci Abbas isə 1588-1629 87-29, bəli. olduğu üçün 2-ci Abbas. Bəli, tamamilə doğrudur.